cin, şeytan, gözə görünməz qara qüvvələrin mövcudluğunu elm inkar etsə də, din onların mövcudluğunu təsdiqləyir. Müəyyən insanlar isə nəinki mövcudluğunu, hətta onların insan bədəninə daxil olaraq ciddi xəstəliklər törətdiyini də iddia edir. Bu mövzuları silsilə şəkildə müzakirəyə təqdim edən el içində verilişi bu dəfə qara qüvvələrlə mübarizə yolu ilə insanları müxtəlif xəstəliklərdən sağaldan müəyyən şəfa vericiləri aşkara çıxartdı. Verilişdə qonaq olan Məhəmməd Bazaroğlu ruqiyyə üsulu ilə, yəni Quran ayələri vasitəsilə xəstə insanın bədənindən cini çıxartdığını iddia edir. El içində verilişinin çəkiliş heyəti bu prosesin şahidi oldu. Orada baş verənləri sizə şərhsiz təqdim edirik. Görəcəkləriniz inanılmazdır. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Sen kimsen? Kimsendi? Kimsin sen? Okumuram de, mənə de okumuram. Saklayacağım. Kim olduğunu de mənə. Allahu Ekber. Bilmirsən adını? Gel. Yaxşı. Ne işin var bu kızın canında? Ne vaxt girmişsən kızın canına? Neçə il evvel? 9 yıldır canındasın. Necə gəlmişsən də? Kim gönderip səni? Ne için gelmişsən bunun canına? Ben uzaktan gönderdim. Kim gönderip? Kızın arasında oturmuşsan? Başında. Başında. Ona ne problemler yaratmışsan indiyəcə? Çok. Ne kimi? Saylaşdır bir iki tanesini. Bir okuyacağım da sen şeylemirsen. Düz demirsən. Allahu Ekber. Allahu Ekber. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Nasıl görürsünüz? Ne hissediyorsunuz? Nice görürsün onu? Atraflı danış. Euzubillahimineşşeytanirracim. Bilmirəm Həcdir, bilmirəm Kərbaladır, bilmirəm. Euzubillahimineşşeytanirracim. Kim var orada? Euzubillahimineşşeytanirracim. O kişiyi görmüşsən bundan evvel sen? Hə. Harada görmüşsən? Əliməkdə. Bundan evvel sen uykularında falan görmüşsən o kişiyi? Hə. Görmüşsən. De ona ne istersen benden de. Euzubillahimineşşeytanirracim. Min hamzihi ve nefhihi ve nefsih. Tevrate vel İncil. Musaddikan lima beyne yedeyhi. Yaxşı, kimsin sen? Sen adın nedir? Həsrəti Yusuf. Yaxşı. Kızın canında ne işin var Həsrəti Yusuf? Ne işin var burada? Bu kızdan ne istiyorsan? Ne bileyim? Ne gezirsen bunun bedeninde oturmak haram olduğunu bilmirsən? Hı? Mən onda oturmamışam. Yox, mən də qıraqdan baxıram ona. Qıraqdan baxırsan, dilinə necə danışırsan onun? Onda qadındır. Hə? Onda qadındır. Mənlə danışan kimdir? Həzrəti Yusuf. Hazreti Yusuf rəhmətə gidəli, Allah-u Teala onun vəfat edəli nə qədər oldu? Sen burada niye yalan deyirsən indi? Yalan danışmaq yaraşır mı Hazreti Yusuf'un adından? Utanmırsan? Utanmırsan? Mən Həzrəti Yusuf'am. Zalimlik elirsən də bu adamın zarar verirsən sen bunun canında oturduqca. Mən ona zərəri vurmuram. Harasında oturmuşsan? Mən qıraqdan baxıram. Qıraqdan baxırsan ama içerisindən danışırsan da bu danışan kimdir? Necə olub bu? Mən onun yuxularına girirəm. Yuxularına girirsən. Ne deyirsən yuxularında ona? Heç bir şey. Senden başka kim var burada? Qadındır. Kadındı. O kadın kim olur? O qadın şeytandır. Sen kimsin? Mən Həzrəti Yusuf. Neçə saat dözebilirsin bu Kur'an dinlemesine? Ömrümün axırına kimi. Dözebilirsin. Bu çok iş istiyor yani aslında bunu teslim almak için. Bizden danışan kimdi biraz evvel? İşittin onları. Bir dənə eşitdim, Həzrəti Yusuf'u gördüm mən. Gördün. Hə. Bu Hazreti Yusuf bundan evvel gelirdi sana uykularında. Yuxuma gəlirdi. Ne derdi sana gelende? Heç bir şey. Yani ne istiyordu, ne informasiya verirdi? Üzümə gülüb çıxıb gedir. Yüzüne girip çıkıp gelirdi. Canında ağrılar falan var mı? İndi yüngülləşmişəm. İndi yüngülləşmişsən. Evvel ağrılar var mıdır? Var idi. Şimdi o ağrıların sebebi demek ki ne? Onun bedende oturmasının sebebidir. Bundan başka neler olur yuxularınızda? Yuxumda
Kərbalaya getmişəm. Yuxumda həcə getmişəm. Belə Həzrət Yusuf kimi, belə büyük simalar kimi görürsən? Simalar görmüşəm, Məhəmməd Peyğəmbərini, Fatma-i Zəhranı, sonra Allah Taala'nın özünü. İnsan uykularını araştırmamız şüphesiz ki, o adamda herhangi bir kara qüvvələrin oturduğunu uykularından bilirik. Şəfa verici Məhəmməd bəy hətta insan bədənində cinin varlığının əlamətlərini də sadaladı. Qorxu, heyecan, uyku qaçmaları, yata bilməmək, yatanda kabuslar görmək. Bazen kabus da deyil, Kur'an oxumaq da olur uykuda. Sən Kur'an oxuya bilmirsən, Kur'an oxuyursan, məscidləri görürsən, uykuda uçursan, özündən getmələr, bayılmalar və ağrılar, bədəndə şişlər. Bir adam gəldi, uzaq vardı. İşlədik bunun kimi, yoxladıq, çıxdı danışdı. Deyirəm, sən arasında oturmuşsan, deyir boğazında, barmağınla göstərdi. Dedim, indi bu zobun içində sən oturmuşsan, dedi, hə. Nə vaxt ki, onu işlədik belə, oxuduq. Oxuyandan sonra çıxdı getdi. Qorunmasız olanda, dua eləməyəndə, Allah'a zikir eləməyəndə, o insanların canına daha çox girirlər. El içində verilişinin digər qonağı şəfa verici Aidə xanım tibb elmi qarşısında bir çox suallar doğuran epilepsiya xəstəliyini müalicə etdiyini iddia edir. Bu qabiliyyətin ona yuxuda verildiyini deyən Aidə xanım ATV kanalında yayımlanan Çal-Çağır verilişində müalicə üsulunu kameralar önündə nümayiş etdirdi. Problem sizdən nə qədər vaxtdır? Mən hardasa 15 ildən artıqdır epilepsiya xəstəliyi çəkirəm. Bu ağrıdan İranda, Rusiyada, Leningradda, Moskvada müalicə götürmüşəm. Hətta Rusiyanın Kaliningrad şəhərində başımdan əməliyyat olmuşam. Ancaq xeyrini görmədim. Mən burada təəccübləndirən bilirsiniz nədir? Aidə xanımın dayanmadan gözlərindən su axır. Başında ağrılar var idi, nisbətən yüngülləşirəm. Beləliklə, hər iki insanın gözə görünməz qara qüvvələri bədəndən xaric edərək insanlara necə şəfa verdiklərini sizə əyani surətdə təqdim etdik. Bu gördüklərinizə inanıb inanmamaq isə sizin öz qərarınızdır. Verilişin baş sponsoru